Hər kəs salamlar Meksikadan. Mən Çingiz Pəhlivan. Bildiyiniz kimi əziz dostlar, 2024-cü ildə mən El Pəhlivanlar Birliyi var Azərbaycanda, QHT. Ora üzv oldum və pəhlivanların ondan əvvəl də mən pəhlivanların qarşısında çıxışlarım olmuşdu, gücümü göstərmişdim və mən pəhlivan kimi Azərbaycan xalqı, məni sevən insanlar, çoxlu kütlə hamısı Çingiz Pəhlivanı tanıyırdı. Sadəcə olaraq bir birlik olarak dedim girim ora, insanlar birləşsinlər, can içsinlər, can eşitsinlər. Elə o birliyə girəndən problemlər başladı. Başladı köhnə pəhlivanların bəziləri mənim oyun oynamağa, biri məni polisə verdi, biri məni ora elədi, biri məni bura elədi. Nəsə sözüm onda deyil. Və El Pəhlivanlar Birliyinin sədri Nurəddin Beyləqanlı, buradan indi sənə səslənirəm. Mənim sənə bir pisliyim dəyməyib, həmişə sənə dəstək olmuşam. Hətta sənin o bövründə, başında fırlananlar var ha, o şey kimi, arı kimi. Heç onlar sənə mənim qədər dəstək olmayıblar. Mən əlimdən gəldiyi dəstəyi sənə vermişəm. Bir pəhlivan kimi. Sənə bacardığım qədər tanımayan insanların da qarşısında tanıtmağa kömək eləmişəm. Və bunun qarşılığında da sən mənə qarşı hörmətsizlik elədin. Və ən böyük hörmətsizliyin oldu ki, mən sənə dəfələrlə bir həftədir ki deyirəm, o Heydər adında o mərdimazarı birlikdən uzaq etkinən. Çatana vəsqə verirsən, çatana pəhlivan adı verirsən. Onsuz da mən yenə də deyirəm, sən ona pəhlivan adı versən də belə, yəni mən onu pəhlivan kimi tanımayacağam və mənim də bir sözüm var. Mən bu pəhlivan sahəsində Azərbaycanda çox pəhlivanların əziyyət olub və ən çox əziyyət çəkən pəhlivanlardan da biri mənəm. Yəni sən ona pəhlivan adı versən belə, sən ona vəsqə versən belə, yəni mənə maraqlı deyil də, mən onu pəhlivan kimi tanımayacağam və məni də tanıyan, mənə də hörmət edən insanlar bilir ki, Çingiz yaltaq deyil, Çingiz kişidir və sözdə kişi kimi deyir. Prosta sadəcə olaraq mən artıq fikir verirəm ki, Nurəddin Beyləqanlı, sən yalaq insanları sevirsən, sənə yaltaqlıq eləsinlər, yalaqlıq eləsinlər, yalandan səni tərifləsinlər. Yəni bunu bilginən ki, mən yalan danışmağı sevmirəm. Azərbaycanda kim nəyə qadirdir, kim nəyə bacarır, mən onu deyirəm. Mən sənlə düşmən də olmaq istəmirəm, yəni heç fikrimdə də yoxdur. Amma ətrafında olan şaykalarıma deyən ki, ağıllı olsunlar. Və bugündən mən burada göstərirəm, yəni sənin vəsqənin mənə heç bir xeyri olmayıbdır. Nə suyum gəlib səndən, nə çörəyim gəlib. Sadəcə birlikdə olan, əgər bir birlikdə dünən yox, sıra gün bir paçan, nə bilim ala, yalandan dəmir əyir, gic-gic nömrələr göstərir, ona pəhlivan adı verirlərsə, mən bu birlikdə yoxam. O ilə də qutardıq, bax, cəmaatın gözünün qabağında, bax, bu sənin vəsqəbi mən cırıq-cırıq edirəm, bax, görsən, bax, bu sənin vəsiqən, bu da o sənin baban və o baba kimilər. İndi gedin, işinizlə məşğul olun, cırdım, atdım. Mənə nə indən belə El Pəhlivanlar Birliyi lazımdır, nə də birlik lazımdır. Onsuz da ölkədə idmançıların heç birliyi yoxdur. İki idmançı biraz irəli gedəndə onun arxasıcan danışırlar. Mən sənə dəfələrlə xəbərdarlıq elədim Nurəddin Beyləqanlı. Mən çox tərs adamam və mən sözümün üstündə duran adamam. Görürəm, yox, mənə deyirsən, okey, aparırsan onu tədbirə. O kimdir ki, o haranın küçüyüdür ki, o ümumiyyətlə hansısa bir köhnə pəhlivanlara qarşı danışır. Hər dəfə sənə deyirəm, mənə yola verirsən, mənə belə deyirsən, ona elə deyirsən. Bugündən sözümü dedim və mənim heç bir pəhlivan bu haqda məni narahat etməsin. Narahat edəni dədəciyi qoymayacam, çox pis təhqir edəcəm. Hərə geçsin öz işi ilə məşğul olsun. Bugündən mən El Pəhlivanlar Birliyində deyiləm. Oradan da ştatkadan da nə bilim, əgər varsa adımı silərsən, mən heç maraqlı da deyil. Mənə hörmət qoyan, mən qoyduğum hörməti mənə qarşılığını qaytaran bir insanların ətrafında olan bir adamam. Şükür Allaha, Azərbaycanda balacasından tutmuş böyüyünə kimi hamı məni tanıyır və mənə hörmət qoyan insanlar da çoxdur. Bəzilərinə də deyir, TikTok, YouTube boş şeydir. Xeyr, bu günlərim TikTok, YouTube'dur və ən çox kütləsi olan, ən çox izləyicisi olan bir insan, idmançı, deməli o insanlar tərəfindən sevilir ki, izləyicisi olur. Odur ki, indən belə gedin, işinizlə məşğul olun və məni bir daha narahat eləməyin. Yenə deyirəm, o sənin El Pəhlivanlar Birliyin, o da sənin ətrafında olan pəhlivanlar. Mən bilmirəm, olsa pəhlivanlığı şıntır gününə qoymusunuz. Şıntır günündən də pis günə qoymusunuz.
Olsa bu gedişlə Azərbaycanda pəhlivanlığı lap biabır günə qoyacaqsınız. Belə pəhlivan olmur. Pəhlivan başqa cür olur. Gedin işinizlə məşğul olun.